Salam, axşamınız xeyir əziz şagirdlər. 6-cı sinif ingilis dili səhifə 105-in izahı. Review. Unit 7 and 8. Vocabulary. Lüğət. Make four verbs related to innovation. Use the letters below. İnovasiyaya, yeniliğe ait 4 fiil düzeldin. Aşağıdaki harflerden istifade edin. Build, tikmek. Discover, keşfetmek. Fly, uçmak. Invent, ihtira etmek. İkinci tapşırık. Use the past simple forms of the verbs in exercise 1 to complete the sentences. Tapşırıq 1'deki fiilleri keçmiş zaman formasında cümlelere yazarak tamamlayın. Great achievements across history. Tarih boyu büyük nailiyyətlər. An airplane flew to the South Pole for the first time in 1956. 1956-cı ildə təyyarə ilk dəfə Cənubi Pola uçdu. Friedrich Miescher discovered DNA in the 19th century. Friedrich Miescher DNA'ni 19. əsrdə kəşf etdi. Mughal Emperor Shah Jahan built the Taj Mahal from 1632 to 1643. Mughal İmperatoru Şah Camal 1632-ci ildən 1643-cü ilə qədər Tac Mahalı tikdirdi. Ralph Baer invented the video game in 1971. Ralph Baer 1971-ci ildə video oyunu yaratdı. Üçüncü. Look at the images and complete the sentences. Şəkillərə baxıb cümlələri tamamlayın. Look at the dog. He is sleeping on the grass under the tree. İtə bax. O otun üstündə ağacın altında yatır. There are beautiful red, yellow flowers in the field. Burada tulips de yazabilirsiniz. Onlar tarladaki güzel kırmızı ve sarı güllerdir. The ducks are swimming in the lake. Ördekler gölde üzürler. Dördüncü tapşırıq. Label the images to complete the weather table. Biz burada hava hakkında cədvəli göstərilən hava şəraitinə uyğun olaraq tamamlayacaq. Paris, France, rainy. Sydney, Australia, sunny. Chicago, United States, windy. Mumbai, India, cloudy. Language in context. Kontekstdeki dil. Write the correct options in your notebook. Dəftərinizə düzgün variantları yazın. What were you doing when the teacher arrived? Müəllim gələndə sən nə edirdin? I was sending a text message. Mən mesaj göndərirdim. How did Michael
fall off his bike. Michael velosipedinden necə yıxıldı? Well, he was riding his bike when he started to feel ill. O özünü pis hiss edəndə velosipedini sürürdü. Səhifə 106. 6-cı tapşırıq. Look at the table. Cədvələ baxın. Make questions and answers about object 1-4 using whose and the possessive pronouns. Whose kimin və yəlik əvəzlikləri ilə sualları qurun, cavablandırın. Objects əşyalar, owners yiyəsiz, yəni sahibləri. Scooter Pedro. Video game Haru and Akari. T-shirts Javier. Books Becky. Mom, whose scooter is this? Is it Pedro's? Bu scooter kimindir? O Pedro'nundur. Yes, it is his. Bəli, onunkudur. Whose video game is this? Is it Haru and Akari? Bu video oyun kimindir? O Haru ve Akari'nindir. Yes, it is theirs. Bəli, onlarınkidir. Whose t-shirts are these? Bu köynəklər kimindir? Are they Javier? Onlar Javier'indir. Yes, they are his. Bəli, onunkudur. Whose books are these? Bu kitaplar kimindir? Are they Becky? Onlar Becky'nindir. Yes, they are hers. Bəli, onunkudur. 7-ci tapşırıq. Make sentences and then answer them. Suallar yarat və onlara cavab ver. 2-ci tapşırıqdan başlayaq. What time do you need to go to bed on weekdays? I need to go to bed at 10 p.m. Həftə sonları sən saat neçədə, yəni yatmağa getməlisən? Mən saat 10-da yatıram. Yəni saat 10-da yatmağa ehtiyacım vardır. What does your best friend like doing on Sundays? Burada like to do on Sundays də deyə bilərik. Sənin ən yaxın dostun, ən yaxşı dostun bazar günləri nə etməyə xoşlayır? My best friend likes to play football on Sundays. Mənim ən yaxşı dostum futbol oynamağı xoşlayır. What food do you hate to eat? Sən nə yeməyə nifrət edirsən? I hate to eat broccoli. Mən brokoli yeməyə nifrət edirəm. 8-ci tapşırıq. Complete the sentences, use the words below. Aşağıdakı sözlərdən istifadə edərək cümlələri tamamlayın. After, sonra, before, əvvəl, however, lakin, amma, so, ona görə. Melissa goes to school in the mornings. After she gets home, she has lunch with her sister. Melissa deməli səhərlər məktəbə gedir, sonra evə gəlir və bacısı ilə qəlyanaltı edir. 2. Do you always have breakfast before you go to school? Məktəbə getməmişdən əvvəl sən səhər yeməyi yersən? Jake needs to study for the math test tomorrow. So she is in the bedroom at the moment.
Jackie sabah riyaziyyat testi edecektir ve ona göre de o hazırda öz yataq otağındadır. The students usually go to the patio after lunch. However, some of them prefer to read in the library. Check your progress. Öz inkişafını yoxla. I can, mən bilirəm. Talk about famous first and technology. İlklər, məşhur ilklər və texnologiya haqqında danışmaq. Use the past continuous and the past simple with when, while and the possessive pronouns. Keçmiş davam edici zaman və keçmiş sadə zamanın when, while, yəni anda, əndə və arkanla işlədilməsi və yiyəlik əvəzlikləri ilə istifadə etmək. Talk about the natural worlds and the weather. Təbii dünya və hava haqqında danışmaq. Use words to express likes, wants and needs and use connectors. Xoşlanmaq, istəmək və ehtiyacı olmaq fiili və bağlayıcılardan istifadə etmək. Learn to learn, öyrənməkdən öyrənməyə. Record your vocabulary. Record yourself saying words you have learned. Then record yourself saying then in sentences. Listen to your words and the sentences every time you want to review vocabulary. Rainy, it is rainy today. Yağışlı, bugün yağışlıdır. Deməli, biz nələri öyrənmişiksə, onların haqqında özümüz cümlələri qururuq. Həmin o öyrəndiyimiz sözlərlə bağlı. Sözləri təkrarlayırıq, cümlələri təkrarlayırıq və lüğətə baxış edirik. Game Changer Extras, oyun dəyişdirən əlavələr. Bu adlı bölmənin müvafiq səhifələrdə göstərilən deməli məzmun hissəsidir. Reading 1. Street art, oxu materialları, küçə sənəti. Reading 2. A Japanese festival, Yapon festivalı, bir Yapon festivalı. Reading 3. Streaming services, online yayım. Puzzles and games, tapmacalar və oyunlar. Burada tapşırıqlar və layihələr bölməsidir. Project 1, bir layihə birinci. The story of a painting, bir rəsmin hekayəsi. Describing an animal, bir heyvanın təsviri. Verbs list, fiillərin siyahısı. Grammar reference, qrammatika arayışı, yəni məlumatı. Əziz şagirdlər, növbəti səhifənin izahında görüşmək ümidi ilə sağ olun, sağlıqla qalın. Kanalıma abunə olub like atmağı, paylaşmağı unutmayın. Bye bye.